Çürə peçi tikdirmək istəyənlər, çürə peçinin qapısı ilə maraqlananlar demişdik ki, videonu sonacan izləsin. 2 video çəkmişdik. Videolarımız uzun olduğu üçün 3-cü videonu çəkmək məcburiyyətində qaldım. Çürə qapılarının fərqini izah etdik. Bizim mağazamızda olan qapaqlar metaldır, çuğun deyil. Amma bu onun minusu yox, plusudur. Çünki xaricdən gəlmə qapıların eni balaca. Bizim mağazamızda satışda olan qapaqların isə ölçüsü böyükdür. Yəni siz istədiyiniz yeməkləri çox rahatlıqla bişirə bilərsiniz. Yəni Rusiyada bizim mətbəx kimi yeməklər bişirilmədiyindən çox vaxtı onların çörək qapları balaca olur. Yəni ən böyükləri baxırıq ki, bugünkü gündə 35-40 sm-a qədər olur eni. Bizim mağazamızdakı qapaqların eni amma 50 sm-dır, 50-nin 39 ölçüsündədir. Və daha sonra demişdik ki, xaricdən gəlmə qapaqlarda çuğundur, yəni onlarda heç bir izolyasiya yoxdur. Bizim mağazamızda olan qapaqlarda amma izolyasiya var ki, yəni içəridə olan istilik çöldən minimuma enir, yəni əlinizi vurduğunuz zaman əlinizi yandırmır. Bir başqa yəni yaxşı özəlliyi bu idi. Növbəti bir yaxşı özəlliyi də ondadır ki, bizim mağazamızda olan bütün qapaqların üzərində termometr var. İstər şüşəsiz modellər olsun, istər şüşəli modellərdə hətta şüşənin üzərində quraşdırılmış termometrlər var. Bütün modellərdə bu var. Amma xaricdən gəlmə qapaqların çox nadirən olur ki, bəzilərində bu termometr olur. Siz də çürə peçinə aid aksesuarlar axtarırsınızsa, çürə peçinin ümumiyyətlə sıfırdan tikintisi üçün kərpiclər olsun, onun qapaqları olsun, qapıları olsun, çürə peçində yemək bişirmək üçün paxlava listləri olsun, belə dərin, dayaz listlər olsun, termometrlər olsun, əlavə çürə peçinə quraşdırmaq üçün, çürə peçi üçün hətta kürək olsun, xüsusi, yəni qeyri-adi olan təkərli səbət aksesuarı olsun, hansı ki, paslanmaz metaldır, çürə peçinin içərisində çox rahatlıqla hərəkət elətdirmək olur, 4 ayağında təkər var. Yəni bu kimi aksesuarlar olsun, mağazamızda satışdadır. Mağazamız Saray qəsəbəsində yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman yolun sağında Saray MTK yaşayış kompleksidir. Kompleksin sonuncu binası bitən kimi yolun sağında Taxta bazardır. Biz də o bazarın içərisində fəaliyyət göstəririk. Aşağıda əlaqə nömrəmiz qeyd olunacaq. Sifarişi olanlar zəng edə və WhatsApp-a yazıb qiymətlər barədə ətraflı məlumat ala bilərlər.